Doğrusu beynim artıq şorbaya çevrilib. Mənim görünüşüm icebergin görünməyən tərəfi kimidir. Hərdən öz-özümə deyirəm ki, o qədər çox xəyallara qapılmışam ki, reallıqdan tamamilə qopmuşam. Mən lap uşaqlıqdan xəyallarla yaşayırdım. Elə indi də eləyəm. Əlbəttə çox adam deyəcək ki, məndə də belədir. Hamı xəyalla yaşayır, amma məndə belə deyil axı. Mən ümumiyyətlə xəyallarla yaşayırdım. Bir müddət nəyinsə, nələrinsə, kiminsə xəyalı ilə yaşayırdım. Və bu xəyaldan bezdikdən sonra artıq yeni bir xəyal qururdum özüm üçün. Reallıqdakı lənət boşluqlar ucbatından özümə xəyallar aləmində geniş bir dünya yaratmışdım. Real həyatda mən kənd yerində sakit mühitdə doğulub boya başa çatdığım bu evdə yaşadığıma baxmayaraq gündəlik şəraitdə başqa adamam. Sanki bu 4 qotur boyuna və bir qısır inəyə baxan, gündəlik onların altını təmizləyən mən deyildim. Təsəvvür edirsinizmi? İnəyin nəcisini götürə-götürə öz aləmində təsəvvür edirdim ki, sanki çox məşhur, tanınmış, nüfus sahibi biriyəm. Yanımda çox gözəl, dərin ruhlu, məni sevən bir qadınla yaşayıram və belə ki, o maşın sürür, mən də onunla söhbət edirəm. İşin ən bərbad tərəfi də o idi ki, mən ayılandan yatana qədər bu xəyalları geniş üfüqlərdə təsəvvür edirdim. O qədər çox xəyal edirdim ki, xəyalsız heç nə edə bilmirdim. Burnuma inək nəcisinin iyi gələ-gələ gözümün önündə tamam başqa bir xəyal aləmi yaranırdı. Amma son zamanlar artıq xəyal etmək belə mənə ağır gəlir. Axı nə qədər xəyal var, nə vaxt gerçəkliklə barışacam. Hərçənd ki, gerçəkliklə barışardım, amma gerçəklik məni qəbul etmir. Çünki gerçəklik məndən balacadır. Əslində gerçəkliklə barışsaydım, bütün fikrimi reallığa verib ona görə davransaydım, həyatım indikindən daha gözəl olardı. Amma neyniyim, gerçəklik həmişə üstümə sanki qudurmuş it kimi gəlirdi. Hiss eləyirdim, heç olmasa xəyal quraraq rahatlaşmağa çalışırdım və ümid edirdim ki, bir gün bəlkə hər şey yaxşı olar. Lakin mən ancaq xəyal etdim, ancaq xəyal. Heç vaxt bu kənddən çıxmaq üçün, real insanlara qoşulmaq üçün heç nə etmədim. Ancaq xəyal. Ömrümün əsasən 23 yaşına qədər olan hissəsində bir vaxtlar alçı ağacları ilə dolu olan bağda ancaq bağın o başından bu başına gelib gələrək xəyal qururdum. İnsanlar məni kənardan görüb deyirdi ki, bu uşaq ilə yeri ölçür. Amma mən artıq dəfələrlə öz xəyalımda məşhur aktyor, daha sonra biznesmen, daha sonra isə Cindy Crawford'un həyat yoldaşı olmuşdum və daha sonra başqa tip insanlarla əlaqə qururdum. Yavaş-yavaş illər keçirdi. Ağaclar quruyurdu, yenisini əkmirdim. Bağda nəsə iş görəndə isə ancaq onları kəsirdim qurularına. Ancaq xəyal qururdum. Bir gün elə bir vaxt oldu ki, bağdakı ağaclar artıq yox idi. Nə kənddən çıxdım, nə də bağdakı quruyan ağacların yerinə ağac əkdim. Bağ boşaldı, amma mən xəyal qurmaqdan əl çəkmədim ki, çəkmədim. Lakin xəyal qurmaqda heç də yaxşı bir şey yox idi. Çünki uzun müddətli xəyalların sonu məndə dəhşətli bir sıxıntı yaradırdı. Bu sanki şirin bir yuxudan anidən ayrılmaq kimi idi. Bir müddətdən sonra qurduğum xəyaldan əl çəkirdim. Lakin reallıq xoşuma gəlmədiyi üçün yenidən başqasını qururdum. Ağlım kəsəndən bəri ancaq xəyal etdim. Bir günüm belə xəyalsız keçmədi. Mən reallıqdan daha çox xəyallarla yaşadım. Dəfələrlə evləndim. Evləndiyim xanımlarla, yəni xəyallarımda o xanımlarla şirin-şirin davalar etdim. Sonra barışdıq, yenə dalaşdıq, yenə barışdıq. Müxtəlif vəzifələrə təyin olundum xəyalımda. Böyük pillələrə qalxdım. Adım tarixə qızıl hərflərlə yazıldı. Vladimir İliç Lenin kimi Allaha çevrildim. Amma real həyatda əlimdə yenə yaba balta var idi. İndi də eləyəm. Əslində mən xəyalpərəst olmazdım. Əvvəldən belə gətirdim. Mən xəyalı başqaları kimi sadəcə xəyal olsun deyə etmirdim. Mən sadəcə reallıqdan qaçırdım, qaçdım da. Amma artıq xəyal eləyə bilmirəm. Mənə ağır gəlir. Çünki 30 yaşıma az qalıb. Növbəti 4-5 ildən sonra mən demək olar ki, orta yaşlı bir adama çevriləcəm. Əvvəl uşaq idim. 30 yaşıma qədər özümü xəyal edirdim ki, belə olacam. İndi isə anlayıram ki, heç nə gerçək deyil. Mən yenə də xəyal qurmaq istəyirəm. Lakin bu gedişdə artıq ancaq nurlu qoca halımla özümü xəyal edə bilərəm. Bu isə mənə ləzzət eləmir. Mən artıq nəticə görmək istəyirəm.